Bizans yoxsa Roma? Həqiqətən fərqləri nədir? Bizans adını ilk dəfə 1557-ci ildə Alman tarixçisi Hieronymus Wolff tərəfindən yazılmış Corpus Historiae Byzantiae kitabında işləndiyini görə bilərik. Eradan əvvəl 667-ci ildə qədim Yunanıstandan gələn Yunanlar indiki İstanbul şəhərində bir koloniya quraraq kralları Bizasın şərəfinə bu şəhərə Bizantium adını verdilər. İstanbul adının hardan gəldiyini bilirsiniz? 330-cu ildə Roma imperiyası parçalanmazdan əvvəl Roma imperatoru Konstantin tərəfindən bu şəhər imperiyanın paytaxtı elan edildi. Konstantinin ölümündən sonra, yəni 337-ci ildə isə şəhər Konstantinopolis adlandırıldı və imperiyanın süqutuna qədər də Konstantinopol və ya Stampol olaraq qaldı. 1457-ci ildə Fatih Sultan Mehmedin fəthindən sonra şəhərə Konstantiniye adı verildi. Cumhuriyyətdən sonra daha dəqiq 1930-cu ildə isə bu müqəddəs şəhər İstanbul olaraq dəyişdirildi. Bəzi yazılı mənbələrdə o dövrə qədər də İstanbul adına rast gəlmək olardı. Amma şəhərin adı 1930-cu ilə qədər belə adlandırılmayıb.